Salam hər kəsə. Bu videoda sizə 9-cu sinif dərsliyinə, yeni 9-cu sinif dərsliyindən olan Unit 1-2-ni əhatə edən sınaq hazırlamışam. Miqra sertifikasiya üçündür. Və demək ki, bu sınaqda article mövzusu və Unit 1-2-ni əhatə edən vocabularies, yəni buna aiddir phrasal verblər və sözləri. Bundan əlavə də oxuyub anlama testləri var. Gəlin birinci testimizə baxaq. Choose the sentence with the correct use of the article. Demək, Z artiklının düzgün işləndiyi cümləni tapmalıyıq. Baxaq, birinci cümləmizdə He went to the school to meet the principal. Burada Z artiklı sizi çaşdırmasın. Bir doğrudur. Nə üçün? Çünki biz demişik ki, məsələn, schooldur, daha sonra church, kilsə, prison, həbsxana və yaxud da ki, məsciddir, moskdur. Bu cür sözlərin əgər biz məqsədindən istifadə ediriksə, yəni bina kimi yox, onun sırf məqsədindən, funksiyasından istifadə ediriksə, bu zaman artikl vermirik. Amma yox, biz ondan bina kimi istifadə ediriksə, onda artikl işləmir. Məsələn, şagirdin məktəbə gedirsə, orada təhsil alır, düzdür. Onda biz onun qarşısına artikl işlətmirik. Ona görə deyirik, I go to school every day. Mən hər gün məktəbə gedirəm. Nə üçün gedirəm? Çünki şagird kimi gedirəm, o mənə də gedir və artikl vermir. Amma burada isə deyir ki, o principal, direktorla, müdiriyyətlə görüşmək üçün məktəbə getdi. Yəni, skulu burada məkan kimi istifadə edib, ona görə Z artikl işlənib və bir doğrudur. 2-də silence, bilirik ki, bəzi abstrakt sözlər ümumiyyətlə, yəni mücərrəd sözlər və bunu deyim 9-cu sinif dərsində buna yer verilib. Silence, sakitlik deməkdir, sükunət deməkdir. Bunlar abstrakt sözlərdə Z artiklı ya işlənəcək ya da işlənməyəcək. Yəni artikl bilirik ki, işlənmir. Çünki onlar sayılmayan isim gəlir. Amma baxırıq ki, cümlə keçmişdədir. There is a silence was strange. Sakitlik, yəni sükunət qəribə idi. Yəni nə vaxtsa bir sakitlik olub və onu müəyyənlik var da burada. Ümumi danışmır ki, xüsusilə vurğulur ki, həmin o sakitlik qəribə idi və ona görə Z artiklı işlənməsi doğrudur. 3-ə baxırıq. He was often late for the school because he lived far away. Bu səhvdir isə. Deyir ki, o çox zaman məktəbə gecikirdi çünki uzaqda yaşayırdı. Artıq burada məktəbə getməyə təhsil mənası. Gedib orada təhsil alır. O mənada işlənir. Ona görə artikl işlənməz. 3 yanlışdır. 4-cü də baxaq. The silence in the room. Otaqdakı sakitlik was uncomfortable. Narahat edici idi. Bəli, burada artıq yenə müəyyənlik var. Z artikl işlənib doğrudur. İndi 5-ə baxaq. The silence is sometimes more powerful than words. Burada isə ümumi danışır. Sükunət çox zaman, yəni bəzən sözlərdən daha güclüdür. Burada isə ümumi danışdığına görə artıq artikl işlənməz. Doğru cavabımız olacaq 1, 2, 4, B variantı. İkinci testə baxırıq. Düzgün variantı seçməliyik. Burada isə 3 və 6-dır. Canberra'dır, şəhər adları, ölkə adları, bunlar bilir ki, artikl işlənməz. Çimərlik adların qarşısında artikl olmaz. Mount sözü varsa artikl olmaz, amma Qafqaz silsilə deyinə artikl işlənməlidir. 3-6 Y variantı doğrudur. Üçüncü cümləyə baxırıq. ENZ artiklının doğru işlənməsinə baxmalıyıq. Demək, üçüncü testimizdə baxırıq ki, birincidə gained a confidence. Confidence sayılmayan isimdir. Article işlənməz. Bir səhvdir. Üçüncüyə baxırıq. İkinciyə baxırıq daha doğrusu. The beauty of the sunset over the ocean took everyone's breath away. Yenə baxırıq cümlə keçmişdədir. Demək ki, nəsə baş verib. Deyir ki, gün batımının gözəlliyi, okean üzərindəki gün batımının gözəlliyi hər kəsin nəfəsini kəsdi. Burada müəyyənlik var. Gözəllik ümumi anlamda danışılırsa artikl işlənməz, amma gün batımının, okeandakı gün batımının gözəlliyi desə, burada bir xüsusilik var, müəyyənlik var. Ona görə 2 doğrudur. 3-də enjoyment, bəli, sayılmayan isimdə artikl işlənməz. 4-də baxırıq. After işdəki uzun gündən sonra she enjoys the peace and quiet of her home. Baxın, burada da müəyyənlik var. Evindəki o nəyi? Peace, sakitliyi, huzuru deyək də, huzurdan zövq alır. Burada da müəyyənlik olduğuna görə bir də peace-də artikl işlənməlidir. 5-cidə isə deyir, the beauty is often seen in the simplest moments like a quiet morning or a kind gesture. Burada artıq Z artikl işlənməz, çünki burada müəyyənlik yoxdur. Deyir, gözəllik çox zaman ən sadə anlarda, sakit bir səhər və yaxud da ki,
mərhəmətli, kind, yəni mərhəmətli bir jestdə görülür. Doğru cavab burada olacaq artıq 2-4 A variantı. Dördüncü testə baxırıq. İllərin qarşısında artikl işlənməz, bir doğrudur. Daha sonra illərin qarşısında, illər əgər cəmdədirsə, yəni sonunda s varsa 60-cı illərdə deyil, yaxı burada sıra sayı olur və sonunda s olur, ona görə z artikl işlənir, doğrudur. Early sözü varsa, yəni illərin qarşısında əgər cəmdədirsə, early sözü varsa artikl işlənir. Amma yadınızda saxlayın ki, early ilə late-dən sonra, məsələn, early spring, early ilə late-dən sonra zaman bildirən sözlər gələrsə artikl işlənməz. Başqa sözlər gələndə işlənir, zaman bildirən sözlər gələndə işlənməz. Burada isə sadəcə cəmdə olduğuna görə illər işlənir. 4-də bilirik ki, əsrlər sıra sayında verdiyinə görə artikl işlənir və D variantı burada doğru olacaq. 5-ci testimizə baxırıq. 5-ci testdə yenə artiklın düzgün işlənməsini seçəcəyik. Bir doğrudur. In the Japanese city of Hiroshima. Burada artıq oflu birləşmədir və Z artiklı burada city-nin qarşısındadır. Hiroshima-da şəhər olduğuna görə artikl işlənməz. Bir doğrudur. Yəni burada heç bir problem yoxdur. Burada da demək, The Peace Memorial Park, park adlarında Memorial Park stand as a symbol of resilience and hope. Burada isə tikili mənasında getdiyinə görə deyir ki, dözümlülüyün, ümidin və simvolu kimidir. Ona görə xüsusi mənası olduğuna görə Z artiklı işlənilib. Bir doğrudur. Sonra ikinci testə baxırıq. World Health Organization, bunun qarşısında mütləq şəkildə artikl olmalıdır. Ona görə səhvdir. World Health Organization-da burada Z olmalıdır. Təşkilat adlarının bəzilərində artikl işlənir. Bunlardan da biri budur. Yəni Dünya Səhiyyə Təşkilatı 2 səhvdir. Üçüncü testdə The French burada millət, yəni millətlər, xalq mənasına gedir. Fransızlar mənasına getdiyinə görə artikl işlənib. 3 doğrudur. 4-də də bilirik ki, cəhətləri ofla verəndə artikl işlənir. The North of Azerbaijan is known for, ölkələrdə ofla verəndə artikl verir. Ümumiyyətlə, cəhətlərdə işlənir, sadəcə onları sadalayanda işlənmir. Amma ofla verəndə və ya da qarşısında in the North, in the South, yəni sözünü işlənəndə artikl işlənir. Doğru cavab C-dir və burada Caspian Sea dənizlərin qarşısında artikl işlənir. 6-cı testimizə baxırıq. 6-cı testimizdə düzgün demək, biz verməliyik phrasal verbi. The new novel by author is set to come out next month and fans are eagerly waiting for its release. Come out nə deməkdir? To be published və yaxud to be produced deməkdir. Yəni ərsəyə gəlmək mənasında, ortaya çıxmaq, yəni istehsal edilmək mənasında. Deyir ki, author, müəllifin yeni novellası artıq gələn ay ərsəyə gələcək, ortaya istehsal ediləcək deyəndə, yəni nəşr ediləcək. And fans are eagerly waiting for its release və onun azı fanları, yəni onun sevənlər həvəslə release, onun buraxılışını, yəni əsərin buraxılışını gözləyir, çapını gözləyir. Doğru cavab orada 7. Go into shock, şoka düşməkdir. To be based on, əsaslanmaqdır. Figure out, anlamaqdır. Dive into isə nəyəsə qəfildən başlamaq, bir anda başlamaq mənasında. Bir mənası suya baş vurmaq. Suya baş vurmaq mənasında phrasal verb deyil. Phrasal verb nədir? Yəni öz ilkin mənası yox. Frazoloji birləşmədə digər mənasıdır, məcazi mənasıdır və dive into phrasal verb kimi nəyəsə anidən başlamaq mənasını ifadə edir. 7-yə baxırıq. Despite their differences, they, especially their love for classical music, deyir ki, onlar fərqlərinə baxmayaraq, they have a lot, ortaq cəhətləri çoxdur. Xüsusilə də klassik musiqiyə olan sevgiləri kimi. Doğru cavab A-dır. Burada da A variantı doğru olacaq. 8-də bizdən sinonim cütlüyü istəyir. Fault, error, bəli, hər ikisi səhv deməkdir. Roots, origin, bəli, hər ikisi kök mənasında, kök, mənşə mənasında gedir. Concise, brief, bəli, qısa, lakanik mənasında. Abstract, theoretical, bəli, məcazi, teorik mənada gedir. Hər biri doğrudur. D variantı olacaq. Daha sonra 9-cu testə baxırıq. 9-cu testdən də bizdən demək, nə istəyir? Sinonimi istəyir. Overcome öhdəsindən gəlmək, deal with öhdəsindən gəlmək, to solve, həll etmək, cover, əhatə etmək, bu səhvdir, amma bir doğrudur. 3-də include, daxil etmək, contain, daxil etmək doğrudur. Inspire demək, həvəs, ilhamlanmaq,
Deteriorate isə vəziyyəti pisləşdirmək mənasına gedir, sinonim deyil. 5-də grab tutmaq, snatch də tutmaq, qəfil tutmaq, götürüb getmək mənasındadır. 1, 3, 5 doğru olacaq D variantı. Qarmalamaq da grab, qarmalayıb məsələn nəyisə götürürsən, bu mənada işlənir. 10-cu testə baxırıq. The company aim to increase their market share by launching new products this year. Bəli, aimdir. Məqsəd aim to aim bilirik ki, feil kimi də məqsəd qoymaq mənasında işlənir. Qarşıma məqsəd qoymaq. Deyir ki, şirkət demək bu il yeni məhsullar istehsal etməklə öz bazarlarının payını da, özlərinə düşən o payı artırmağı məqsəd ediblər. Burada B variantı, yəni məqsəd qoyublar, bu mənada gedir. Connect birləşdirmək, provide təmin etmək, float süzülmək, suda süzülmək və yaxud da ki, havada süzülmək, hug isə qucaqlamaqdır. Doğru cavab olacaq B variantı. 11-ci testdə deyir neçəsi incorrect yanlışdır, bir dənəsi yanlışdır, 3 təkcə yanlışdır. Niyə? Çünki people xalq mənasında gedir, kasıb xalq deyə bilərik. Kasıb xalq, insanlar Z artikli işlənə bilər, doğrudur. Bizdə burada səhv istəyir. Səhv istədiyinə görə gəlin bunları X deyək. 1 ilə 2 doğrudur, götürmürük. Z poor kasıblar isimləşmiş sifətdə doğrudur. Bilirik ki, isimləşmiş sifətlərin qarşısında Z artikli işlənir və cəm sayılır. Poor people kasıb insanlar doğrudur deyə bilmərik. Poor peoples deyə bilər, daha doğrusu poor peoples kasıb xalqlar da deyə bilərik. Ona görə 5 ilə 6 da doğrudur. Bizə səhv lazım olduğuna görə bir dənə 3 səhvdir. İsim olmadığına görə E artikli işlənə bilməz. Gəlin 12-ci testdə demək, neyəcəyik, uyğunlaşdıracaq. To be based on əsaslanmaq deməkdir. Ona görə 1-ə gedəcək D. To use something as a foundation, əsas götürmək nəyisə və start başlanğıc nöqtəsi kimi götürmək 1-ə gedəcək D. Figure out anlamaqdır, başa düşməkdir, 2-yə gedəcək A. Come out yenə deyir, ortaya çıxmaq, ərsəyə gəlmək, 3-ə gedəcək B. Go hand in hand isə bir-birlə əlaqəli olmaq mənasında gedir, bir-birinə yaxın olmaq mənasında gedir, 4-ə gedəcək C. D, A, B, C, C variantı olacaq 12-də doğru cavab. 13-cü testə baxırıq. Opposite pairs, əks mənalıları istəyir bizdən. Confidence, insecurity, bəli, bunlar əks mənalıdır. Özünə güvən, insecurity, özünə qapanlıq, yəni inamsızlıq mənasında, güvəndə olmayan mənasına gedir. 1 doğrudur. Sonra fluent, səlis deməkdir. Halting isə səlis yox. Halting, məsələn, halting bir mənası stop mənasına gedir, yəni dayanmaq, yəni səlis yox, dayana danışılanda, məsələn, deyir ki, he has a halting speech, yəni onun fasiləli nitqi var, yəni eləyir, yəni dayana danışır da, belə deyək, səlis deyil, bu mənada işlənir, ona görə 2 antonim gedir, doğrudur. 5-də perfect float, bəli, mükəmməl, float isə qüsurlu mənasına gedir, 1, 2, 5-dir. Float bayaq dediyimiz kimi süzülmək, suda və yaxud da havada süzülmək mənasında, ignore görməzdən gəlmək. Daha sonra connected əlaqələr dignified, burada tamamilə fərqli mənanı ifadə edir, yəni qətiyyətli gedir. Ona görə 1, 2, 5 doğrudur. 14-də opposite pair istəyir bizdən. 14-də baxırıq. 1 doğrudur. Value qiymətləndirmək, disregard isə aşağı underestimate, aşağı qiymətləndirmək və yaxud da ki, görməzdən gəlmək. 1-i seçirik. Imitate, bənzətmək, imitasiya etmək, yəni onun oxşarını belə deyək də, saxtalaşdırmaq, oxşarını yaratmaq, prevent isə qarşısını almaq, bu yanlışdır. Daha sonra random, bir də planned, random, yəni random şəkildə də, plansız bir şəkildə necə gəldi, planned isə planlı, 3 doğrudur. Offer, təklif etmək, withdraw, geri çəkmək, yəni rədd etmək, 4 də doğrudur. Include, daxil etmək, inquiry isə araşdırmaq falan, bu isə yanlışdır, antonim deyirlər, 1, 3, 4 D variantı doğru olacaq. 15-ci testə baxaq, demək cümlələrə bu sözlərdən qoymalıyıq. Demək, birincidə E artikli var, sifətdir, demək bizdən isim istəyir, isim də connection'dır, A-ya gedəcək 3, yəni 3-ə A gedəcək. I used up to infinitive isə bizdən fail istəyir, demək burada connect olacaq, 1-ə gedəcək B. Deeply, they felt deeply, zərfdirsə burada demək sifət gəlməlidir. Connected 2-yə gedəcək C. B, C, A, Y variantı 15-də doğru olacaq. Connected də yəni nəyisə özünü əlaqəli
bağımlı mənasında gedir. 16-cı testə baxırıq. Which phrasal verb can be used in both the following sentences? Hansı phrasal verb hər iki cümlədə işlənə bilər? Baxaq görək. After finishing her coffee, she her work without wasting a second. Deyir ki, o kofesini bitirdikdən sonra bir saniyəsini belə israf etmədən işə anidən girişdi, başladı. Yəni dive into. 2-də isə pull, hovuza baş vurmaq mənasında, yəni dalmaq mənasında. Ona görə B variantı doğrudur. Hər iki cümlədə isə işlənə bilər. 17-ci testə baxaq, idiomdur. Put yourself in somebody's shoes. Kimisə yerinə özünü qoymaq, yəni kimisə empatiya duymaq, kimisə qınamamaq, onu anlamaq. Take a nose out of, nədənsə yəni uzaqlaşmaq mənasına gedir. Necə uzaqlaşmaq? Deyirəm, biraz o kitablardan burnunu qaldır, başını qaldır, bir ətrafa bax, bu mənada gedir. To feed somebody isə kiməsə məsləhət vermək mənasında gedir. Burada A variantını oxuyaq. I really need to talk to you about something. Mən gerçəkdən sənə vacib bir şey danışmalıyım. Could you take your nose out of phone for bir dəqiqəli başını telefondan qaldıra bilərsən, onda A gedəcək 2-yə. B-yə deyir ki, it is tough trying to figure everything. Deyir, bilirəm, hər şeyi anlamaq çox çətindir. Let me, boşluq you, deyir, icazə ver, sənə məsləhət verim. Yəni, feed you, 3-ə gedəcək B. Hardan bilir məsləhətdir? Deyir ki, əgər hansısa bir qərar haqqında unsure, əmin deyilsənsə, always ask yourself how it aligns with the company's values and long term it can really help clarify your choices. Bu gerçəkdən sənin deyil seçimlərini aydınlaşdırmağa kömək edəcək. Yəni buradan artıq başa düşür ki, burada məsləhət verir. Və C variantında I understand you are going through a tough time. Deyir, başa düşürəm, sən çətin bir vəziyyətdən keçirsən, zamandan keçirsən. But before we discuss, amma deyir, sənin performansı və müzakirə etməmişdən əvvəl I want you, istəyərdim ki, sən to mənim bir dəqiqəlik özünü mənim yerimə qoyasan, yəni put yourself in my shoes. Bu mənada gedəcək, 1-ə də gedəcək C variantı. 17 olacaq C, A, B, A variantı doğrudur. 18-ci testimizə baxırıq. Söz önüdür. Provide, qonaqları təmin etmək, with free breakfast, pulsuz səhər yeməklə, every morning, hər səhər. Bir də gedəcək with. She derives immense pleasure, nədənsə zövq almaq, from, pleasure from, 2-ə gedəcək from. She likes to advise me, mənə məsləhət verir, nə üzrə? On how to organize my wardrobe, qardırobumu necə yaxşı səliqəli yığa bilmək üzrə. With, from, on olacaq 18-də C variantı. 19-cu testə baxırıq. Bilirik ki, sıra sayılan qarşısında artikel işlənir, amma bu küçələrə və avenue meydanlara aid deyil. Küçələr və avenue böyük hərflə yazılır. Bilin ki, bunların adıdır və bilirik küçə adlarının qarşısında artikel işlənməz, meydan adlarının qarşısında işlənməz. Ona görə Z 2 yanlışdır, 3 doğrudur, 4 də səhvdir. Street Oxford küçəsi yenə küçə adıdır, ona görə işlənməz, 1-3 doğru olacaq. 20-ci testə baxırıq, cümlə qurmalıyıq. Bilirik ki, yenə burada artıq demək, ümumi və xüsusi mənada işlənmələridir. Xüsusi mənada işlənirsə qorxu, məsələn, onda artikel işlənə bilər. Məsələn, he felt a sudden fear, qəfil bir qorxu hiss etdi və burada sifət onu təyin edib. Bu zaman biz artikeli verə bilərik. Amma ümumi mənada qorxudan danışılırsa, onda artikel işlənməz. Deyir, qorxu insanlar risk almaqdan çəkindirir. Yəni, onların o potensial hədəflərinə çatmaq üçün çatmağından çəkindirir qorxu. Burada ümumi mənada danışır, ona görə işlənməz. 3-də də baxın, deyir, dürüstlük insan sağlam münasibətdə ən vacib bir dəyərdir. Burada da ümumi danışdığına görə artikel ümumiyyətlə işlənməz. 4-də isə deyir ki, mən onun səsindəki honesty, o dürüstlüyə, vicdana deyir, heyran oldum. Onun səsindəki, burada isə xüsusilik var. Ona görə Z artikli işlənəcək. 1-4 Y variantı doğrudur. 21-ci testə baxırıq. Choose the sentence with the incorrect use of the article. Burada da yenə artikelin yanlış istifadəsi ilə bağlı demək cümləyə baxırıq. 21-də after finishing this book, I am going to start the next one. Bəli, bilir ki, next-dən sonra, last-dan sonra zaman bildirən söz gəlməyibsə, normal isim gəlibsə, Z artikli işlənir, doğrudur. Bizdən səhv istəyir. Same-in qarşısında artikel işlənir, doğrudur. Following-lə də bəli, artikel işlənir, doğrudur.
Y variantında only sifət mənasında artikel işlənir, doğrudur. Amma only adverb və yaxud da particle kimi, zərf və yaxud da ədat kimi işlənirsə, only ancaq sən, ancaq filan şey mənada işlənirsə, onda artikel işlənməz. Burada da həmçinin deyir ki, the teacher accept only the most detailed answers. Müəllim yalnızca ən detallı cavabları qəbul edir. Ona görə də D variantı yanlışdır. D variantı testin doğru cavabı olacaq. 22-də bəli cümlə qurmaqdır. Burada da necə başlayacaq? Başlayacaq ki, she carefully, daha sonra revise, təkrarladı. 1. Her essay, essesini təkrarladı. 2. Clarify, to improve, təkmilləşdirmək üçün. Clarity, yəni onun aydınlığını da baxacaq axırda. Daha sonra and coherence, coherence məntiqi ardıcıllığını, throughout, throughout isə o bütöv bir məntiqi ardıcıllığını və aydınlığını tamamlamaq üçün essesini yenidən göz gəzdirdi. Bəli, D variantı 22-də doğru olacaq. 23-ə baxırıq. 23-də dialoqdur. Dialoqumuzda da deyir ki, hey Mark, do you want to grab lunch later? Deyir Mark, deyir, sonra gələn altı istəyirsən yeyək. Deyir, I'd love to, istərdim, amma mənim günorta 2-də demək görüşüm var. Görək indi burada nə deyəcək? Demək, tomorrow works better for me. Sabah mənim üçün yaxşıdır. Günorta boşam. Bu burada Emma burada nə deyib ki, bu onu deyib. O deyir ki, oh that's too bad. Nə pis oldu? Maybe we can do it tomorrow. Ola olsun ki, sabah edə bilər. Ha deyir mənim üçün yaxşıdır. Sabah deyir yaxşıdır. Ona görə B-dir. A-da deyir ki, mən iclasları sevmirəm. Həmişə məni yorub. Orada deməz axı sonra sabah uyğundur mənə. C-də deyir ki, iclas nə qədər müddət davam edir. Burada elə cavab vermir. D-də deyir, ümid edirəm ki, iclas çox sıxıcıdır. Bu da mənasızdır. Yerə də deyir ki, mən sabah gecə kinoya baxmağı planlaşdırıram, yanlışdır. Gəldik, çıxdıq 24-cü testə. Gəlin 24-də baxaq, paraqraf tamamlamadır və tərcüməsinə baxaq. Deyir ki, kitab qurdları boş vaxtlarında kitab oxumağı sevən insanlardır. Onlar tez-tez demək, Zeyfun Luzemsə hekayələrə dallar, yəni hekayələrdə özlərini itirirlər deyənə, yəni türkçədə özlərini hekayələrə kaptırırlar və yeni ideya və təcrübələri kəşf etməkdən zövq alırlar. Bir çox kitab qurdu üçün oxumaq sadəcə bir hobi deyil, həm də istirahət etmək, gündəlik həyatdan uzaqlaşmaq üçün bir vasitədir. Onların adətən bədii ədəbiyyatdan qeyri-bədii ədəbiyyata qədər, yəni non-fiction, qeyri-bədii deyəndə, daha çox fiction və yaxud da non-fiction mənasına gedəndə elmi falan, fərziyyə və ədəbiyyat nəzərdə tutur, qədər geniş kitab kolleksiyası olur. Və biz bunu doğru şəkildə tamamlamalıyıq. İndi gəlin bir-bir variantlara baxaq. Variantlarda hansı mənada işlənir? Birinci variantımızda deyir ki, sometimes they spend hours searching for the perfect bookmark to match their favorite book. Bəzən sevimli kitablarına uyğun mükəmməl kitab ayırıcı tapmaq üçün saatlarla axtarış edirlər. Yəni bu kolleksiyaya aid deyil. Yəni kitab bundan əvvəlki cümləyə they usually have a large collection of, buna aid mənası uyğu tamamlamır. Ona görə səhvdir. B variantında deyir ki, bəzi kitab qurdları kitab rəflərini rənglərinə görə düzürlər və bu da gözəl bir vizual görüntü yaradır. Bu da yanlışdır. Yəni buna da aid deyil. Heç bir aidiyyatı yoxdur o bayaq dediyi kitab, istər non-fiction, fiction, ona aid olmalıdır. C variantıdır ki, istər klassik bir roman, istərsə də müasir bir bestseller kitab qurdları yaxşı bir kitabın dəyərini həmişə qiymətləndirirlər. Aha, bu artıq doğrudur. Çünki burada axı deyir large collection of ranging from fiction, non-fiction və burada da deyir ki, istər klassik bir roman, istər də müasir bestseller, fərqi yoxdur, qiymətləndirirlər. Bəli, C variantı doğrudur. D variantı kitab qurdları sevimli kitabların nadir nəşrlərini belə toplayırlar. Necə toplayırlar? Belə necə? Belə yoxdur axı burada. Hansı formada toplayırlar? Bu da yanlışdır. Və Y variantında kitab qurdları bəzən yataqda oxumaq üçün ideal işıqlandırır. Burada işıqlandırmaq, bu da yanlışdır. Ona görə C variantı doğru olacaq. İndi baxaq 25-ci testə. Baxaq, deyir ki,
Burada isə cümlə tamamlamadır. In many cultures, burada səhv düşüb. In many cultures there is less distinction between performing and listening to music. Bir çox mədəniyyətdə musiqi ifa etməklə ona qulaq asmaq arasında az fərqli. Yəni musiqini ifa etməklə ona qulaq asmaq arasında az fərq var. Necə? Tamamlayacağıq. A-da deyir ki, çünki musiqi fəaliyyəti mədəniyyətdən mədəniyyətə çox fərqlənir, əlaqəsi yoxdur. B-də deyir, buna görə də bəzi insanlar tərəfindən sakitləşdirici bir fəaliyyət kimi qəbul edilmişdir. Məntiqsiz tamamlayır. C-də deyir ki, bu da onu göstərir ki, insanın dilədiyi musiqi növü ilə onun şəxsiyyəti arasında əlaqə olduqca zəifdir. Bu da tamamilə yanlışdır. D-də isə deyir, halbuki digər mədəniyyətlərdə həm musiqi aləti ifa edib, həm də eyni zamanda oxuya bilən musiqiçilər daha az idi. Bu da yanlışdır. Y-də isə deyir, çünki demək olar ki, hər kəs bu prosesin hansı hissəsində iştirak edir və bu tez-tez kollektiv şəkildə baş verir. Bəli, ona görə də deyir ki, çox az fərq var. Kollektiv şəkildə baş verdiyinə görə bunlar ifa etməklə ona qulaq asmaq arasında çox az fərq var. Bəli, Y variantı doğrudur. 26-cı testə baxırıq. 26-cı testdə isə biz cümləni doğru şəkildə parafraz etməliydik ki, people's identity is influenced by their culture, values and personal experience. İnsanın şəxsiyyəti çox zaman onun mədəniyyəti, dəyərləri və şəxsi təcrübələri ilə müəyyənləşir, təsir olunur. Burada da A variantı doğrudur. Gəlin bunu parafraz edək. Yəni sözlərin sinonim tapaq. People's, one's, insanın, identity is commonly often sinonimdir. Influence formalaşır. Bəli, form doğrudur. Their culture, values and experience they have had həyatlarında qazanılmış, yəni həyatlarında olmuş təcrübələrlə formalaşır. A variantı doğrudur. B-də only var, yanlışdır. C-də deyir, not your, şəxsi dəyərləri ilə yox, yanlışdır. Y variantında deyir ki, hardly, yenə təsir etmir, hardly, inkarlıq var, yanlışdır. Y-də isə deyir, uyğunsuzdur, bu da yanlışdır, yəni əlaqəsi yoxdur mənasına gedir. 27-ci testə baxırıq. Səhv variantı istəyir bizdən. Səhv variant təbii ki, Y-dir. Buckingham Palace-dən Westminster Abbey-in qarşısında tarixi tikili olsa da istisna da artikel işlənməz. 28-ci testimizə baxırıq. 28-ci testdə razıdan sonra da bilirik ki, əvvəldə artikel işlənir. Ona görə view sayıla bilən təqsimdir. Artikel razı edə deyə bilərik. İndi burada impressive olduğuna görə razı ən olardı və yaxud da razı da deyə bilərik. Bir doğrudur. 2 səhvdir. Fairly very'yə bərabərdir. Yəni, veri də necə everi olur, fairly də everi olmalıydı. Fairly olmalıydı. 2 səhvdir. 3 doğrudur. Razı price. Price birisi də value. Bu mənəvi cəhətdən dəyərli, qiymətli deməkdir. Necklace. Bəli, doğrudur. Artikel özündən əvvəl sonra da ola bilər. Quite də özündən sonra olur. Doğrudur. 5 də doğrudur. Bilirik ki, so'dur, zisdir, zətdir. Daha sonra digər hansı sözlər var idi? To'dur. Bunlardan sonra sifət, sonra sayıla bilən təqsim gəlibsə, artikel bu cür işlənə bilər. Doğrudur. 1, 3, 4, 5 D variantı 28-də doğru olacaq. 29-cu testimizə baxırıq. 29-cu testdə Banks are financial institution. Bax, oxuduq mətni bank haqqındadır və bizə deyir ki, mətn nə haqqdadır? Mətn bank haqqındadır. Okey, bank adı yoxdur, amma deyir ki, financial institutions, finansal birləşmələr, and their service. Bəli, onun xidmətləri, çünki burada artıq online banking servisdən də yəni xidmətləri haqqında danışılır. Y variantı doğru olacaq. A-da deyir ki, alış-veriş mərkəzlərinin vacibliyi, əhəmiyyəti bu səhvdir. B-də deyir ki, necə bank akkauntu açmaq olar, bank hesabı. Sırf bank hesabı haqqında danışmır. Ümumiyyətlə bankın məqsədlərindən danışılır, funksiyasından danışılır. C-də deyir ki, nəqliyyatın gələcəyi bu ümumiyyətlə səhvdir. D-də isə deyir ki, banklarda sosial medianın, sosial şəbəkənin təsiri bu da yanlışdır. 30-cu testə baxırıq. Deyir ki, altından xətt çəkilmiş sözün sinonim tapırıq. Picture-də bilir 9-cu sinif sözüdür. Amma şəkil mənasında təbii ki, getmir. Burada feil mənasında gedir. Beynində, fikrində canlandırmaq. Yəni, to visualize, canlandırmaq mənasında gedir. Imagine də ola bilər sinonimi. Imagine yazsaydım tez bilərdiniz deyə. Ona görə visualize yazdım. Amma doğru cavab bəli, C variantı doğru olacaq. Bu qədər. Hələlik.